icazə versələr, gedər Almaniya, gəlir. Biz də Qarabağın qaşqınıyıq da. Suriyanınki deyilik, Qarabağınkıyıq. Baş yerini biz də qəbul edir. Valla. Sovetski yarası sağalmaq bilmir. Gedən gedib, qalan qalıb. Amma gedən də, qalan da bir məsələdə həmrəy görünür. Çünki sakinləri elə əvvəldən narazı salan bir səbəb hələ də dəyişməyib. Təzminat az verilir. 37-ci ildən mənim atama bu evi veriblər. Vəzifəli şəxs olub. İndi isə az verirlər pulu. Nədir o? Padvalı yazmırlar. Deyirlər ki, budur. İstəyirsən, istə, istəmirsən, istəmə. Sovetskidə boya başa çatmış Nicat deyir ki, buradan köçmək istəmir. Amma evlər söküldükcə onların da evi zədələnir. Uçma təhlükəsi ilə üzləşir. Söküntü gedir hal-hazırda. Adı söküntü olub. Vətəndaşların qoğulanması prosesi davam edir. Evlərin özürlərini gördüyünüz kimi burada. Buraya qədər sənər yetirilib artıq. Bağa başa gəlirlər, gah basırlar, gah təzən doldururlar içini. Bu sözdən insanları nə deyək də, məşğuldurlar. Yerdə qalan insanların heç biri hərəkət getmək istəmir, belə bir fikirləri yoxdur. Ancaq davam edirlər də bu işlər. Hazırda artıq satılmış ev sökülür, amma bu qonşuluqda yaşayanlara təhlükə törədir. Hər tərəfində ailə yaşayan bina sökülüb. Sağda, solda yaşayanlarsa evlərinin keşiyini çəkiblər ki, səhvən uçurulmasın. Kameraya görünmək istəməyən Sovetski sakini deyir ki, sökülən evlərin nə qazı kəsilib, nə də suyu. Heç bir sivil ölkədə belə söküntü gelmir. Söküntü sökülən yerlər, bütün əhali köçür, ondan sonra gəlir icra hakimiyyətindən su idarəsi, qaz idarəsi, işıq idarəsi, atlaşdırır, sənədləşdirir, bağlayır gedir. Burada heç bir su kəməri bağlamıyor. Hamısı yaxır suyun altına. Yerin altına, bütün yerlər gedir, hamısı yerin altına atır. İndi gəlib 2 metre yerə ekskavator soxub, cəmaatın başına çökür şeyləri. Yazıq arabada evlərindən şeydən yürüb gəlib, işdən yürüb gəlib ki, İsraillə sökürlər, bağının parası yoxdur, indi sökürlər həyatı getirir. 1 metre yarım yerə girim. Ekskavator gücdən işləyir orada. Nə deyim də? Millətə zulüm verirlər. Pulumuzu alın, çıxın gedin, hara gedin, tabi yoxdur. Niyə gedək? Nədən ötürü gedək? Niyə evimizi satmalıyıq biz? Başa düşmək olmur, bu nə olan şeydir? Kimdən cəza aldılar bunlar? Elə bunlar nə desə, orada 50-60 nəfər adam var, onlar nə desə ondan tutardı. Azərbaycanın 8 milyonu məhv olub gedib. Bir şey olmaz mı? Sovetski sakinlərinin çoxu köçüb, qalanlarsa gözləyirlər, dağıntılar arasında və hələ də ümidlə gözləyirlər. Gözləyirlər ki, evlərinin sahəsi düzgün hesablanar, haqqı da düzgün verirlər. Elə köçənlər də bir müddət belə gözləmişdilər. Sənin pulun yox. Onları qov geçsin, gəl pulun. O da deyir, bəs mən atamla anam, sən qovum geçsin.